Həftəyə bir dəfə bir flakon Vitera D3 içsəm nə baş verər? Əgər həftədə bir dəfə bir flakon Vitera D3 içsən, saç tökülmən, saçda seyrəlmə varsa azalacaq. Piylənmə varsa, kökəlmə varsa azalacaq. Piylərdən azad olasın. Əgər 5 addım yol gedib tər suyun içində olursansa, tərləmədən bezmisənsə azad olasın. Dizdə oynaqlarda yeyilmə varsa azad olasın. Yuxudan duranda belə yatmamış kimi hiss edirsənsə, yorğun olursansa azad olasın. Vitamin çatışmazlığın varsa azad olasın. Tez-tez xəstələnirsənsə azad olasın. Bir sözlə cəmi 3 manat 40 qəpiyə olan bax bu Vitera D3-dən həftədə bir dəfə bir flakonu bir dənə yoğurta qatıb içsən, bu sadaladığın problemlərdən azad olasın. Vitera D3 cəmi 3 manat 40 qəpiklik möcüzə. Alın, için, bu sadaladığım problemlərdən azad olun. Həm uşaqlar, həm böyüklər. Uşaqlara isə gündəlik dozası 3 damcıdan 10 damcıya kimi çörəyin üzərinə damcıladıb səhər yeməyi zamanı içizdirə bilərsiniz. İmmuniteti gücləndirir, qaməti yaxşılaşdırır, sağlamlığı artırır və sizin gözəl şəkildə özünüzün və yaxud övladlarınızın inkişafını təmin edir. Burada gördüyünüz o qırmızı pülsə basmağı və Vitera D3 vitaminin alıb içməyi unutmayın.